Mən bu vətənin ömür boyu məsələn ən bahalı restoranlarında oturmamışam, ən bahalı evlərində yaşamamışam. Bunun ən turistik belə yüksək, bahalı yerlərində yeyib istirahət eləməmişəm, dincəlməmişəm. Mənim hələ özümün bu ölkədə, bu vətəndə müstəqil bir evim yoxdur. Elmlər Akademiyasının çayxanasından kənara çıxanda elə biləm xaricə getmişəm. O bir şairin özü deputat, arvadı deputat, oğlu biznesmen, onu nə. Vətən sevgisindən danışırlar. Sənin vətən sevgin səmimidir, yoxsa mənim siyasi çıxışlarım, ictimai çıxışlarım, cəmiyyətdəki mövqeyim imkan verir ki, mən gedib hansısa bir Avropa ölkəsində, xarici bir ölkədə oturum alam, orada yaşayam, həyatımda quram. Düzdür. Bəli. Amma ayrıla bilmirəm bu vətən. Gedib darıxmaqdan qorxuram, dözə bilməyəcəyimdən qorxuram. Bu yaxınlarda Amerikaya getmişdim. Qayıtmaya da bilərdim. Amma mən öz vətənini sevirəm. Öz vətən harasını sevirəm? Çayxanasını, Elmlər Akademiyasının bağını, kürəyimdə sumka, kitablar. Ömür boyu belə olmuşam. Yəni kim gəlib deyə bilər ki, sən bu vətəndə nə bilim falan. Yəni şeylər, heç nəyim deyil.